Herkese salam dostlar, mən Gamesaze. Bugün Age of Story 2 Congress 1.5.1 versiyonundan yenidən sizlərlə birliktəyəm dostlar. Uzun aradan sonra son 2-3 ay ərzində çox da aktiv ola bilmədim kanalda. Zaten kanalımız yenidir və baya bir düşüş oldu. Ancaq abunələrimiz də yaxşıdır. 29-30 olub. Əslində bu 3 ay deyirəm və bir çoxdandır ki, açmışıq kanalı. Bu abunə sayısı amma çox aşağıdır. Bəzi əsgərliklə bağlı, bəzi bədənimlə bağlı problemlər, fiziki problemlərimlə bağlı videoları çəkə bilmədim. Baya bir dayandı. YouTube serverinə bir fasilə verdim və yenidən qaldığımız yerdən davam edirik. Dostlar, iləriki zamanda bu işimlə bağlı gəlgid olacağı üçün ona görə də belə bir az videoları paylaşa bilərəm. Amma yenə də mən dediyim kimi kanalı çox da böyük bir hədəfim var. Allahın izni ilə istikrarlı bir şəkildə ilerlədiyimizdə təbii ki kanalımızı da paylaşsanız, abunə olsanız sevinərəm. Dostlar, algoritmada yuxarılara qalxacağıq. Mən buna inanıram, güvənirəm və də bir aşağı inmişkən like atsanız, yorumlara da istəyinizi yazsanız sevinərəm. Dostlar, ilk öncə keçən bölümdə nə etmişdik? Bir yaxşı bir baxaq. Keçən bölməsində çəkdim, amma hələ ki paylaşmamışam. Bunu da onun ardından bir neçə gün sonra çəkirəm və indi isə səhv etmirəmsə 9-cu bölüm, Kosovanın 9-cu bölümü ilə yenidən sizlərlə birliktəyəm dostlar. Həmən uzamadan ən son nə etmişdik? Ən son gördüyünüz kimi Polşada Polşa torpaqlarını almışdıq. Girdik, Balkan torpaqlarını aldıq və İsveç burada bizim Balkandakı torpaqlarımızın qarşısında, ortasında durub bir nevi belə deyək, Avropa ilə Rusiyanın arasındakı tampon bölgə sayılır. Zaten Avropa deyilən bir şey də çox qalmayıb. İtaliya, Almanya və İspaniyadan ibarətdir. Demək olar ki, o qədər də bəzi ortadakı ölkələri yeyib bitiriblər. Fransa həddindən artıq düşüb. Onu da tez bir şəkildə ələ keçirəcəyik. Amma qarşımızda iki böyük sədd var. İtaliya və Almanya. Biri 5-ci, biri 4-cü yerdədir. Həddindən artıq çox nüfuz və ekonomiya sahibdirlər və keçən bölümdə biz orduları yığdıq, etdik. Ancaq belə baxıram ki, bu ordular çox da yetərli sayılmayacaq. Əlimizdə nə qədər ordu var? Görək, əlimizdə 682 min səhv etmirəmsə, ordu var, 40 min, 35 min arası ordular qoymuşduq. Amma bu ordu əsla yetməyəcək. O yüzden biz də yatırımlara daha çox üstünlük verdik. Nüfuz yatırımları, yəni istihdam edilebilir yatırımlar üçün gördüyünüz kimi çox da elə də nüfuzumuz yoxdur və bu ordu ilə biz qalib gələ bilmə olasılığımız çox azdır və bu arada telefonda mı yoxsa oyundan bu belə hərəkət edərkən çox fazla kayır. Yəni bundan sonra da zülü sayın, ancaq yenə də bunu da düzəldəcəm. Dostlar, ilk öncə bax sərhədlərdədir. Belə baxıram, əslində çətin olmaz, amma bu ordularla da hasant da olmaz. Ona görə də biraz daha da gözləməliyik. Belə baxıram, istiqrar edilir. Bunlarsa xəstəliklərdir. Artıq 2112-ci ildəyik. Rusiya, Almanya, bir sıra ölkələrlə əlaqələrimiz çox pisdir. Hər an savaşa girə bilərik. Kosovo olaraq biraz böyüdük. Türkiyə, Balkanları və Avropanın demək olar ki şərq tərəflərinə çox yayılır. Əlimizdə o qədər ordu varkən yenə də 60-70 min, 61 min gəlir var. Ancaq belə baxıram, yəni bəzi ordularımız dənizdə olsa da bəzilərdə ikmal kampları var və o yüzden 60 min plus gəlirimiz var. Dostlar, buna görə də mən mallara yatırımlar edəcəm. Nüfuzu təbii ki 2 milyon, 3 milyon nə qədər ekonomisi olsa da nüfuz nə qədərsə o qədər ordu çıxara bilər. Yəni bir adamın bilirsiniz ki, zaten 10 milyon ekonomisi belə olsa, adamın nüfusu 2 milyondursa, adam 5 milyon yox, 2 milyon ordu çıxaracaq. Yəni bu bilinən bir faktordur və bizim də 5 milyona yaxın nüfusumuz var. Zaten görünür o ki 20 ədəd və bu arada əlaqələri yaxşılaşdırır ölkələrdən bizə bir yaxşılaşdırma potansiyeli görək nə edirik. Ordu baxımına 20 verəcəm, qalanda nüfuz artışına verəcəm, ekonomi artışına. Bunlarda da böləcəm, vergi gelir, üretim gelir və yönetimdə böləcəm. Bu da çox yaxşı oldu. Dostlar, gördüyünüz kimi nüfuz yaxşı bir gəlirimiz var. Video 5 dəqiqə gəlib, çox gözəl. Bu bölümdə məncə İtaliyanı bitirəcəyik dostlar. Mən buna inanıram. Yavaş-yavaş da kanalımızı artıq məndə böyüsün, yaxşı yerlərə çıxsın. Həmən bir neçə tura yaxşı gəlir, yaxşı qazanc əlimizdə yerdə pul saxlaya bilirik. Dostlar, zaten də bu savaşa yerdə eksidə və yaxud da sıfırda, sıfırın altında girməyə istəmirəm. Dostlar, yatırımlarımızı edirik. Çox gözəl ilərləyiş var. Keçən bölümü də çəkdim. Telefonda bəzi yer
olması falan var, amma yenə də çox sürətlə akır maşallah. Çox gözəl. Yenə bir yatırım eləyəcəyik. Vaxt keçir. Bizi artıq hər an savaş eləyə bilərlər. Gördüyünüz kimi diqqətli olmaq lazımdır. Nüfus artışı belə baxıram yatırımları etdik. Saxladıq. 70.000 gəlir. 70.000 bu yatırımları da yerinə yetirək. Başqa vergi gəliri yönetime verək. Yönetim də önəmlidir. Oradan da bu təxmini olur. 71.000-ə yaxın gəlirimiz oldu. Düşdü nədənsə. Ona yaxın keçən kimi enflasyonlar gerçəkləşir. Dünyanın 9-cu sırasındayıq, amma biz bu orduları yendikdən sonra, məncə İtaliyanı yendikdən sonra bəyə bir istədiyimiz bir 5-ci sıraya qədər gəlib çıxacağıq. Dostlar, indi yenə bir ordu basımı eləyəcəyik. Gördüyünüz kimi yavaş-yavaş gelişimlər var. Burada da ordularımız vardı. Burada da ordular saxladıq. Dostlar, bunları da yığaq və bunları da cəbhəyə göndərək. İndi yenə bir yatırımlar eləyirik dostlar. Buradan baxırıq, ordularımızı çıxaraq görək nə qədər ordu çıxaraq bilirik. Orada Cəzair bütün Afrikanın, yəni ki, yuxarı necə oldusa bu, yəni Faslı falan necə məğlub eləyibsə bilmirəm. Bunun artıq halal olsun, amma biz orada əl ata bilərik. Yəni siz indi əgər yorumlarda yazsanız istəkləriniz. Bulan az qala ordunu yox edirdim. Bax gördüyünüz kimi bu oyun kayması biraz nədənsə oyunun oynamağı çətinləşdirir biraz, amma olsun. Biz yenə də çətinlik nə olursa olsun oyunu oynaya bilirik. Güzel bir şəkildə, gözəl şəraitdə addımlarımızı ata bilirik. Dostlar, indi ordularımızı yığaq, toplayaq, görək haradan. Bəli dostlar, gördüyünüz kimi ordularımızı yığdıq, topladıq və 370.000-400.000-ə yaxın bir ordu daha topladıq. Bir Almanya səfəri var. Almaniyanı daha da böyük çətinliklərlə ala bilərik. Dostlar, Almanya daha çətin olacaq və ona görə də diqqətli olmaq lazımdır. Çox da gücümüzü boş yerə əziyyətə salmaq lazım deyil. 15.000-də bəli 408.000 ordu. İndi bu orduları da sınır xətlərindən yerləşdirəm və sonra videonu davam etdirəcəm. Dostlar, qaldığımız yerdən aman nə oldu elə? Az qaldı. Qaldığımız yerdən davam edirik. Gördüyünüz kimi orduları göndərdim və bütün torpaqlarda ordularımız var. Artıq yavaş-yavaş İtaliya səfərinə gedə bilərik. Dostlar, İtaliya torpaqlarımızdakı bu sınır xətlərində qalaları inşa eləmək lazımdır. Bir də orduları çox da ehtiyac yoxdur. Hər tərəfdən hansı tərəfdə o nə qədər ordular var bilməyə ehtiyac yoxdur. Bəli, qalalar əslində hazırdır bəzi yerlərdə. Bəzi yerlərdə hazır deyil. Bunları inşa etmək lazımdır. Videoda çox uzamasın. Səhv etmirəmsə video 11-12 dəqiqə gəlib. Az öncə biraz səhv yerə videonu dayandırmaq yerinə aniden birbaşa bitirdim. İndi onları birləşdirəcəm edit edərkən hər neysə və biraz daha da uzun və ya daha qısa ola bilər. Artıq onu da görməmiş olacağım. Onu da üzr sayın dostlar. Hər neysə artıq yavaşdan İtaliya səfərinə başlamağın zamanıdır. Dostlar, xeyirli uğurlu olsun və 10 Şubat 2121-ci ildə İtaliyaya savaşımızı elan edirik. Haydi bakalım, kazamız mübarək olsun. Çətin olacaq, amma yenə də qazanmaq üçün bu savaşa girdik. Görək ilk öncə aman çox ordular var, amma bir tərəfdən də Rusiya bizə qazıq atmasa gözəl olar. Çünki həm Rusiya, həm digər ölkələrlə də əlaqələrimiz çox da yaxşı deyil. Biraz daha ordu bassaq bir şey olmaz məncə. Yuxarıdan hücum etsək daha da yaxşı olar. Məncə bəli, çox gözəl, əla. İtalya. Belçika yadımdan çıxmışdı. Belçika yaddan çıxdı tamamilə. Təəssüflər olsun. Hər nəysə biz yenə də ora gedib o torpaqları qurtaracağıq dostlar. Belə baxıram. Ən çox ordular. Burada da biz yenə də saldırılarımıza davam edək. Dostlar, buradan belə hücum etsək. Burada bir giriş varmı? Yenə də bir ordu göndərək. Buradan da çıxış yox imiş. Bunu da bir başa qarşıya göndərək. Dostlar, iləri. Məncə alacağıq. Başqa buna baxsınız, nə qədər ordu ilə saldırır. Təsəvvür edin bir torpağa. Ondansa ən yaxşı 60.000-lik ordunu qarşıya gətirim. Burada da ordularımızı basaq və basa bilmirik. O zaman belirləyik, burada basaq ordu. Gerdən də biraz bir 10.000-lik, 11-12.000-lik ordu göndərək. Məncə Belçikanı alsalar problem olmaz. Bəli, biz yuxarıda biraz çətinlik, zəiflik göstərdik. Hər neysə 150.000-lik ordumuz var. Ən yaxşısı bunu ən aşağı sınırlara göndərək. 80.000-ni aşağı göndərək, geri qalanını da yuxarı hücuma göndərək dostlar. Biraz ordu takviyəsi eləməliyik. Yoxsa bu ordularımızı yuxarıdan girəcəklər. Yuxarıda boşluq qaldı. Ona görə də ordu falan da basaq. Bu Polşanın yuxarı tərəflərində yaxşı orduları var. İtaliyanın öz ana torpaqlarından saldırmırlar nədərsə. O da Avstriya torpaqlarıdır.
Dostlar, buradan da belə hücum etsək, tamam, gözəl. Çətinlik yoxdur. Belə edək. Birbaşa hücum eləyək. Bəli, buradakı ordularını da bitirdik. Bu torpaqlardakı hücumlarımızı bitirdikdən sonra bu orduları ana torpaqlara göndərmək lazım olacaq. Dostlar, belə eləyək. Ordunu bölək. 60.000 yarısında belə göndərək və belə bir hücum etsək. Aşağıda hələ ki ilərləmələrimizə davam. Məncə burada sadəcə yuxarı Avstriya tərəflərində hücumlar etsək daha güzel olar. Buradakı ordularımız 11.000 qaldı. Bəli, keçə bilməyiblər. Ən yaxşısı biraz daha ordu qaydıraq. 15.000'lik ordu qaydıraq. Çox yaxşı oldu. Baxın, görürsünüz. Oradakı orduları saxladıq və gözəl bir şəkildə keçə bilmədilər. Sərtli keçə bilmədilər. Bəli, çox gözəl, super. Mən də dedim ki, hətta bu ordular belə çatmayacaq deyə düşündüm. Ən yaxşısı bu orduları artıq aşağı tərəflərə göndərməyin vaxtıdır. Dostlar, irəli hücum eləyin, hücum və bir araya toplaşın və çox top yükün böyük bir savaş meydana gələcək. İtaliyanı artıq Almanlar da sınır xəttlərindəki ordunu gördülər və artıq bizə qarşı yeni bir cəbhə açıldı onlarda. Onlar da diqqətli olsa daha güzel olar ki, belə baxıram diqqətli olmaq istəyirlər. Gördüyünüz kimi güclü ordular saxlayıblar. Bəli, bir hücum gəldi. Çox yaxşı ordu hücum elədi. Ancaq nafilə Oha! İtaliyanın ordularına bax. İtalyanın orduları çox oldu. Həddindən artıq. Oranı yaddan çıxardım. Neyse, problem değil. Burada şey yapalım. Tamam, ordu basmayaq. Ora birbaşa 70.000'lik ordu köməyə gəlir. Digər orduları da yuxarı tərəfə göndərək. Belçikaya, Polşadakı orduları göndərək və oradakı torpaqları alaq. Bəli, İtaliya görün haralara gedib baş çəkib. İtaliya halal olsun. Geridəki yatırımları da dayandıraq. Ən yaxşısı əlimizdəki ordularda biraz bir geriyə çəksək gözəl olar, bir şey olmaz. Çox gözəl, çox gözəl, enfes. Tadından yenməz. Artıq İtaliyanın gücü bitdi deyə düşünürəm. Bəli, bu geridəki ordu gəlməsin. Birbaşa göndər bütün orduları qarşıya. Çox gözəl, birbaşa bütün orduları qarşıya göndər. Bəli, İtaliyadakı bu torpaqlarda əllərindən alırıq. Çox gözəl, əla. Amma burada çox güclü orduları var Belçikada. Ona görə vay, ordular yendilər. O yüzden bizi İtalya'ya bir Lesi'ye bir çıxarma ataq. Görək alınacaq mı? Bəli. Yuxarıdakı ordularda birbaşa hücuma gətirək. Zaten 14.000, 73.000. Oha, gözəl ordularla gəliblər. Bu arada burada biraz dayansaq gözəl olar. Çünki İtalya yuxarıya orada ordular gətirdi. Sayın boğazında bir şey oldu. 53.000, 36.000'lik ordunu gətirin də siz də baxın. 170.000'lik bir ordu daha var. Bəli, çox gözəl, ənfəs, yəni tadından yenməz. Bəli, Belçikada yenə başarılı oldular. Çox gözəl. İndi geridə ordu saxlayaraq gözəl bir şəkildə ilerləyə bilərik. Dostlar, hətta belə eləyək, dənizə də bir çıxarma ataq burada. Tamam, çox gözəl. Cenevra'ya da bir ordu göndərik. Çox gözəl, yerindəki ordularımızı da qarşıya gətirək. Biraz video uzun ola bilər. 7-8 dəqiqə, neçə dəqiqə oldu? 19 dəqiqə falan olmuşdur. Bilmirəm neçə dəqiqə oldu, amma tamam, çox gözəl. Buradan da bir çıxarma ataq, keçə bilməsinlər. Buradakı ordularımızla da ilerləyək. Geridəki orduları da qarşıya gətirək. İlk öncə belə bir hücum eləyək. Çox əla, super. Yəni, buradakında hücumlarımızı da yerinə yetirək. İtaliya bura bir torpağa çıxarma atır. Liman da yoxdur burada. İtaliyanın necə ölkəsi? Tam bir dəniz ölkəsi olmasına rəğmən hələ də bir limanı yoxdur. Gördüyünüz kimi böyle bir ölkə yönetmək olmaz olsun. Ən yaxşısı biz bu ölkəyə əl atdıq və torpaqlarını əllərindən alırıq. Əllərindən alırıq deyil, istikrarsız ölkə, istikrar və uğurlu bir həyat tərzi gətiririk. İnsanlara refah gətiririk. Ay vay vay, geridən ordu gətirmək lazımdır dostlar. Biraz da ordu takviyesi eləsək gözəl olar, çox gözəl. Bura biraz geri çəkilin. Bəli, geriyə bir ordu çıxarması gətirdi, amma nafilə rahat olun. Rahat olmaq lazımdır. Geridəki ordunu da gətirək, çox gözəl. Biraz daha ordu göndərək. Geridə çox gözəl bir
ordu qaydırması edək. Bəli, bizim adamıza çıxarma atacaqlar. Ora bir yayılmağa çalışırlar. Yayılma politikası izləyirlər bu dəqiqə. Bəli, çox gözəl. 11.000 oraya da gözəl ordularımızı göndərək. Uzun zamandır video çəkmirəm. Əməlli başlı həqiqətən uzun zamandır video çəkmirəm. Biraz daha nitik problem ola bilər. Çox da zaten video çəkirdim, eləyirdim. Elə danışırdım. Videolara entegre olduğum üçün çox da əməlli danışa bilmirəm. Dilim dolaşır bu dəqiqə. Hər nəysə, geridəki ordular da qabağa gətirək. Buradan da bir saldırı yerinə yetirək dostlar. Başqa çox gözəllik. Geriyə bir çıxartma daha gəlir. Yəni, məntiqən belə də olmalıdır. Əslində, yəni, İtaliya tam bir dəniz ölkəsi olduğu üçün rahatlıqla bunu yerinə yetirir. Geridən də bir ordu gətirir. Birbaşa ordunu göndərir ora. Biraz çətin oldu, amma olsun, idarə edər. İtaliyadır bu, yəni, qısa ölkələr deyil, böyük ölkədir. Və bu müharibədə bunu da gözə almalıydıq. Dostlar, gördüyünüz kimi geridə çıxartmalar atırlar. Biraz problem var. Ordularımız əriyir biraz. Amma olsun, biz yenə də bunun üstəsindən gələcəyik. Dostlar, geridən ordular gətirmək lazımdır. Həmən dərhal 5000 ordu buraya. Birbaşa ordu birbaşa gəlsin Livoniya. Çox gözəl. Geridən ordular gətirmək lazımdır. Yoxsa əksi təqdirdə çətin olacaq. Biraz daha ordu gətirmək lazımdır dostlar. Burada da yayılırlar. Bu da çox pisdir. Görək nə edirik, nə alınacaq. Biraz video uzun ola bilər. Amma mən bu videonu editləyəcəm və yaxşı bir şəkildə qısaldacam. Birbaşa hücum eləyək. Sən ora gəlmə. Sən birbaşa bura gəl. Sən də bura gəl. Sən də irəli get. Öl deyəcəkdim, irəli get. Yanlışlıqla ölmü dedim, nə dedim. Buradakı orada birbaşa bu adamın adı nə idi, yadımdan çıxdı da. Yayılırlar hər yerə. Bəli, çox gözəl. Buradakı ordunu da görə irəli göndərək. Hər tərəfdən hücum eləsək Romanı düşürərik. Roma güclü oldu, düşmədi. Nədənsə birbaşa bütün ordunu göndər buraya, ya da belə deyək. Birbaşa hücum eləyək dostlar. Çox gözəl. Yayılmasınlar heç yerə. Yayılmasınlar. Əla, super və son bir torpaq. Nə olar son bir torpaq? Və əssalam, İtaliya adasını tamamilə, İtaliya adası nədir? İtaliyanı tamamilə düşürdük və indi qaldı digər torpaqlar. Bütün orduları gətirirsən dənizə və İtaliyanın geri qalan torpaqlarını ələ keçirirsən. Çox gözəl. Bəli, bu qədər sadə İtaliya. Bütün ordularımızı gətirir. Çox uzun qalmadı əslində. Videoda uzadı, yenə də bir çıxarma. Böyük bir çıxarma yedik dostlar. 33 minlik. Oha! 33 min nə idi? Bu biraz çox oldu. Diqqətli olmaq lazımdır. Ordu İtaliya, sən nə inədin? Amma bu orduları dağıdırlar və ona görə də belə deyək, əməlli bir ordu ortaya çıxarırlar. Bəli, çox gözəl, çox əla. Yəni, hiss eləmişdim, bu burada bitməməlidir. Bunlar yenə də oyun çıxaracaqlar başımıza. Diqqətli olaq dostlar. Burada geridəki orduları da azdan çoxdan da olsa gerək qabağa gətirək və çox gözəl, əla. Narahat olmayın, alacağıq. Video 13 dəqiqə gəlir. Ümumiyyətlə o zaman biz bu videonu dayandıraq. Çünki digər videoda bir 21-22 dəqiqə gəlmişdi. Videoda 17-18 dəqiqəyə gələcək olan təqdirdə. Bəli, qarşılarını kəsdik. Şimalda cənuba doğru gedirlər. Biz ən yaxşısı üstlərinə doğru gedək. Məncə bu videonu da artıq burada durdurum. Bir sonraki bölümdə də İtaliyanı tamamlayarıq deyə düşünürəm dostlar. Gördüyünüz kimi gözəl bir şəkildə hücumlarımızı davam etdiririk. Geridən də bir qarşıya ordu göndərək. Əla. Yox, bura qədər. Zaten İtaliya bacara bilmədi bizimlə və biz də bu həmlələrimizi yerinə yetirərək İtaliyanın bütün hücumlarını yoxa çıxartdıq. Dostlar, çox gözəl. Əla, super. Və bu ordu da bura qədər gəlsin. Oha, gələ bilmədi. Dur, gələ bilmədi. Yenə gələ bilmədi. Neynirlər bunlar? Ən yaxşısı biz bunlarla artıq barışaq, yoxsa zibili çıxacaq. Bəli, ordular basırlar. Yaxşı ordu basırlar. Aman, geridən çıxarma gəlməsin. Tamam, bu qədər. Ordu falan qalmadı bizdə. Ordu qalmadı. Yoxsa o qədər ordu getdi. Baxın. İndi ilk öncə İtaliya, bax, biz bu torpaqlarımızı geri istəyirik. Tamam.
Polşadakı torpaqları istəyirəm. Bir dəqiqə. Polşadakı torpaqları çox da ulduzumuz yetməyəcək deyəsən dostlar. Polşadakı torpaqlar. Buradakı torpaqlar istəyirəm. Başqa bu qədər. Bizim üçün bəsdir. Dostlar, bir sonraki bölümdə görüşənə həqiqətən video 25-26 dəqiqə gəldi. Editdə biraz uzun olacaq. İzlərsəniz sevinərəm. Sağ olun, salamat qalın dostlar. Görüşənədək.